Bismillah, elhamdülillah, ve salatu ve selamu ala nebiyyina Muhammed ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Bugün яңа harfni yazırga öğrenirbiz. Ул ta. Biz beten aldагы dərslerde t, yumşaq t bilen tanışkanıyıq şulay bit. Bu dərsdə tanışırбыз qalını bilen. Ta avazı. Ул bizning şuşunday rəvişdə yazıla. Başta zor sızıq düşə. Ondan indi zor bir qırsaq üstürəbiz ana. Yani başta asqa düşürəbiz. Ondan sonra indi şulay etib tau yazıyız. Ondan sonra indi də barıb taşdırabız. Tamam, bir kürsətem. Ta. Başqa hərflər şekilli bu üzgərmi. Başında da şulay, ortasında da şulay, axırında da. Bari tək indi mənə tutaşa тұрған şunday iki yaqqa iki sızıq üstəli. Məsələn, dəftər sızığı da şulay bit indi. Məsələn, başında mənə şulay yazıldı bit indi. Gitti sızıq. Ortasında ham axırında mənə şulay etib, bik jaylı. Bari tək yapıran eka. Tu. Hazır biz anamdan qarab getiribіз. Məsələn, başqa hərflər bilən nişik tutaşa, nişik etib süzdər şağa. Məsələn, Tayran. Nişik etib tutaşdı. Şulay bit. Məsələn, yu'tike. Yu'ti. Gördünüz mü? Ortasında nişik geldi. Yu'tike. Yu'tike. Nişik etib ortasında geldi. Məsələn, cümlənin axırındadır. Muhit. Mesela mim harfi, ha harfi, muhit. Yani axırında nişik etib geldi. Muhit. Görə bu harfni yazğanda indi bizə bik jaylı bar etik ta harfini esga qaldırıb ta, ti, tu deb yazıb qana şağıray gerek. Bütün harflərdən bulğanda təki başında, ortasında bir nəsəsi də üzgərmi. Jip, jingil. Anın ikinci bir sınarı var əli. Bari tek bir nöqtağını ayırıb transı indi kiləsi dərisdə tanışırız. Nəqşulay yazıla, əmmə ayıra indi bari tek bir harf kənə. Hansı kiləsi dərisdə. Subhanakallah bihamdik, əşhədu ən la ilaha illə ente, estağfiruke ve etûbü ileyk.